Mən xahiş edirəm insanlardan imkan olan qədər mənə köməkləyin. Pul vasitəsilə zəhmət olmasın. Что тебя тревожит, родной? Что тебе не дает встать и пойти дорогой со мной вместе до Байлмаркета? Мне нужно узнать, почему. Ты мне можешь довериться. Я под эффектом джаду сейчас. Вот. Боюсь. Görürsünüz. Salam aleyküm. Sizi salamlayıram hər birinizi. Bugün biz yeni bir çəkilişə gəlmişik. Kiriluk Andrey İqıroğlu. 1988-ci ilin təvəllüdlüyüm. Dekabrın 19-u anadan olmuşam. Səndə necə olub ki, sən işləyə normal bir pulu qazana, sən başlamısan aptek spirtdən içməyə. İçmər, dostlarla gedib, gəzib, eləyib. Извините меня, волнуюсь Не надо очень. волноваться. Сможешь немножко в себя прийти? Пусть покурит одну. Конечно, кури. Давай я тоже с тобой покурю. Bunun vəziyyəti çox Извините, я не ağırdır. буду курить. Psixoloji olaraq çox Нервничаю. ağırdır. Bu insan həyatında heç bir şey Hər şey itirib və mənəviyyat olaraq bu insan 38 yaşı var, bu insan ki. Da 163 nömrəli məktəbdə oxuyub. Среднюю школу я Среднюю школу закончил. Он такой умный мальчик. Ты до 11 закончил класс или 9? Я не помню. Не полный 9, я же не учился, я Он сбивал bегал, prıgıl с da. O zbiqalaya qaçırdı Qaçırdı məktəbə. məktəbdən. Amma ki, şuluq idi uşaq. Bunu bir dəqiqə saxlamaq olmurdu. Извините меня, я очень Это волнуюсь. Нет, ты не торопись. Мы все пришли к тебе как друзья, понимаешь? И здесь нету 5 минут, 10 минут, 15 минут. Здесь есть Слушай, то, мы не что торопимся мы никуда. никуда Мы не ради тебя пришли торопимся. сюда, Андрюша. Понимаешь? Ты в себе силы собери, знаешь что? Посмотри на меня. Туда не надо смотреть. Ты на привидение смотришь, что ли? Слушаю внимательно. Ты на меня смотри. Я человек, который Прошел такую же жизнь, такой как же, ты как полностью один в один родной. И я верю, что действительно у тебя получится, понимаешь, встать на ноги. Ты сам хочешь Ты встать понял? на ноги? Встать на ноги, будем вместе работать. Понимаешь, будем вместе футбол гонять. Людям помогать будете, так же, как Людям тебе помогать, как помогают. сейчас в данный момент я пришел к тебе. Считай, что я я твой друг, я твой брат. И ты не один в этом мире. Больше ты никогда в жизни в этом мире одним не будешь, поверь мне. И все твои мысли, которые тебя отправляют на другие дороги, которые тебе под сомнение ставят, все это сотри с памяти. Сейчас в данный момент есть ты и я, понимаешь? Родной мой, я и в церковь ходил на завокзальный, и на матросскую тишину меня знают. Все меня знают. Дело в том, что в данный момент мне нужно узнать причину, почему ты сейчас в таком состоянии. Понимаешь? Что тебя тревожит, родной? Что тебе не дает встать и пойти дорогой со мной вместе до Байлмаркета? Мне нужно узнать, почему. Ты мне можешь довериться. Я под эффектом джаду сейчас. Вот. Боюсь. Görürsünüz. Yani bunun hamısı etil spirtin, aptekin spirtinin fəsadlarıdır. Belə deyək. Bu fəsadları odur ki, bu insan aptek spirtdən o qədər istifadə edib ki, sonra bu insan istifadəni dayandırandan sonra bunun sağlam fikir başında yox, xəstə fikirlər yaradılıb. Düzdür, o əlbəttə ki, o indi istifadə etmir. Amma xəstə fikirlər onun başında, onun beynində qalıb. O bir ildən çox içmir yəni. Prosta O bir ildən sonra niyə? İnsan hansı ki aslı bir insan. Reski özünü saxlasa, tutaq ki götürək ki mənim qardaşım Andrey içki içir, bu aslı bir insandır. Hər gün o istifadə edir alkoqolu. Və mən bunu bağlayıram bir evdə, açarla, reşotkalı bir yerdə. Düzdür, o içə bilər? Yox, içə bilməz. O bir gün qalar, 2 gün mən açaram, yeməyə qoyaram ona, özüm çıxıb gedərəm. Amma fakt olaraq onun beyindəki olan fikirlər istər-istəməz sağlam fikir deyil. Xəstə fikirlərdir. Və xəstə fikirlər iminini ora gətirir. Андрей, мне нужно, чтобы ты знаешь, сказал, что вот, я вышел из дома в один прекрасный день, günləri bir gün mən çıxdım evdə, mənə dostlarım mənə deyib ki, gəl gedək içək. Mən gedib başlamışam içməyə və artıq ondan sonra dayana bilmədim.
Və mənim həyatım gördüm ki, get-gedə mən gündən günə pisləşirəm. Mənim psixoloji durumum pis günə düşür və mən başlayıram bəzi şeyləri görməyə. Başa düşürsən, Anдрюха? Başını Сможешь это сделать? Я вас слушаю. Я тебе сейчас Ван Дамму номер позвоню туда, в Голливуд. Тебе дам, чтобы он тебе с тобой поговорил. Слушай, я твой брат, вот только сделал, у меня тебе просьба, вот это скажи, понял? И Слушай, дальше иди по Андрюша, наметанной. Ты сам же помнишь, как ты начинал? Скажи, было все хорошо, молодой был, Слушай, бегал, всегда прыгал, было, да. играл с ребятами, он- начал пить. Просто все на азербайджанском говорит, Yani хорошо? kesme umur da yani. Geçir. И потом скажи, я начал пить спирт. После того, как умерла мама, я начал больше пить. Потом бабушку потерял, потом дедушку O zaman потерял. başımdan orada ona Stay kömək eləyərəm ki, orada. Azərbaycan dilinə. Yəni hansı bir rusca söz deyir ki, mən onu təkrarlayaram Azərbaycan dilinə. Benim kardeşim de bununla içti, öldü gitti. 45 yaşında. Hiç ne eleyebilmedi. А как зовут? Тоже Андрей. Другой Андрей умер, что ли, от выпивки? Андрюха? Честно сказать, я отсюда уже очень длинное время не выхожу, не покидаю. Сколько он здесь находится? Он уже года 2 сидит дома, да. Şimdi Ну, раньше var elə. ходил. Тут полтора года, yok aşağıdaydı. İndi bacılar bir balaca, ne bileyim, kardeşi de balaca kardeşi var. O kimde? İvediz. Не знаю. Bir balaca şey işlediler, elədilər. Bir balaca ər gəldiriblər. Bərbad gündəydi. İndi şəxs немножко vəziyyətə salıblar ora. Yəni ki, evdir. Первый мой вопрос. Necə oldu ki, sənə cadu eləyiblər? Bəs sən deyirsən ki, sənə cadu eləyiblər. Расскажи про caду, biraz danış caduya görə. Что, кто тебе сделал caду? Извините меня, я очень волнуюсь. Так тебя никто не снимает, камера не снимает. Ты просто мне расскажи, что ты говоришь, что вот тебе caду сделал. Почему? Я очень нервничаю. Не надо нервничать, успокойся Ты просто. переживаешь, волнуешься сейчас на данный момент? Зачем ты волнуешься? Я твой друг, я твой брат. Слышь, ты вообще когда-нибудь дрался вообще с кем-нибудь в этой жизни? Ни в коем Ты никого не обижал, да? Вообще. Андрей. Посмотри, у тебя какой красивый взгляд. Посмотри, какой ты молодец. Нормально, потихоньку, не сразу, но потихоньку восстанавливаться будем с тобой. Будем с тобой разговаривать. Я тебе расскажу про свою жизнь. Я тебе расскажу, как я был женат. Я тебе расскажу, как я развелся. Я тебе расскажу, как я вообще вот попал, вот все, вот это все расскажу. И после того, как я тебе открою свою тайну, мою жизнь. Андрюх, ты меня слышишь? Слышишь меня? Вот, не вас, меня, ты, тебя говори. Как я тебе открою свою жизнь, тем же самым способом я хочу, чтобы ты открыл свою жизнь. Потому что в этой жизни мы, кроме нас самих, никто нас не поймет, понимаешь? Мы прожили эту жизнь, и этот спирт konkretно повлиял на наш mozq. Belə deyim də, sizlə mən danışmaq istəyirəm. Çünki siz doğrudan da bu insanın həyatını bilirsiniz. Və bu insanın həyatı, hər bir bunun döngələri, belə deyək, hər bir həyatının, talehin zərbələrini görmüsünüz və onlardan xəbəriniz var. Sual vermək istəyirəm. Yəni bu Andrey necə olub ki, bu içkiyə başlayıb? Mən istəyirəm ki, iminə başlayaq. O həmən momentində, neçənci ildə və necə başlayıb bu içki içməyə, alkoqol istifadə etməyə və nə istifadə edirdi? Adi bir dükan marketdən içkini, yoxsa iminə Yox, aptekdən? təzə başlayanda bu dostlarla gedirdi, gəzirdi, oynayırdı, gülürdü, içirdi. Как все də, yəni hamı başlayan kimi maraq üçün, oyun üçün, nə bilim, bir dəfə içdilər, sonra nə bilim, oynayırdılar, edirdilər, dava da olurdu. Yəni cavan uşaq idi də. O üçün belə aktivli uşaq idi bu. Enerjili idi. Enerji, bəli. Yavaş-yavaş sonra 2013-cü ildə anası rəhmətə gedib. 2010-cu ildə nənəsi rəhmətə gedib. Buna təsir çox eləyib. Bu anasına çox bağlı idi. Buna çox təsir eləyib. Ana rəhmətə gedəndə çox bağlı idi. Uşaqlıqda amma mama bütün gün yanındaydı da, yəni onun. Belə də dostları da qəşəng idi, tanışları da qəşəng idi. Hamı hörməti də var idi. Yəni ki, belə uşaqdı, belə pis deyildi. Belə illər keçincə içirdi. Birinci, конечно, araq içirdi, viski də içirdi, pivə də içirdi,
Ну, как обычно, kim nətər içir. Get-gedə Get-gedə, ucu pul olmayanda, iş olmayanda gedirdi, işləyirdi. Aşpaz da eləyirdi, fəhlə də işləyirdi. Kompüterlə də başı qəşəng çıxır, oyunlarla, zatlarla elə. Yəni ki, baş işləyən idi də bu. Ondan sonra heç nə, spirta keçəndən sonra 1 il, 2 il, 3 il, 4 mənim qardaşımla da içirdi. 4 il, 5 il bu vəziyyətə gətirdi onu. Yəni həmən vaxt bunun psixoloji durumu normal idi. Fiziki tərəfində heç bir narazılığın səbəbi yox idi. Narazıçılıq yox idi. Prosta birdən-birə bu həmin gündür, mən içmirəm, içmədi. Bəli. Həmin gün biz getdik 3-4 saatdan sonra gəzməyə. Belə vəziyyətə düşdü, pis oldu. Rəngi nə bilim, qırmızı, qara, göy, nə bilim, göyərmişdi, köpük ağzından gəlirdi, nə bilim. Onu vəziyyətə saldım, gətirdim evə. Evə gətirdim, haradasa 3 saatdan bir, 3 dəfə skoru çağırmışam onu, həmin günü. Məsləhətləşmişəm, deyirəm, niyə inəyim? Deyirlər ki, bu özü istəmir gedmək, biz onu məcbur apara bilmərik də. İndi bir sual belə yaradılıb. Təcili tibbi yardım gələndə həkimlər nə demişdi? Ölçülər, iynə vurdular, təzyiqini aşağı saldılar, təzyiq qalmışdı 200-ə neçə. Yəni təzyiqi qalxmışdı, səbəbi o idi. Həkimlər demişdi, təcil yardım. Onu elədilər, yenə aparmadılar. 3 saatdan bir mən vaxta baxırdım, bunun yanında getmirdim də, yanında oturmuşdum ki, özünə gəlsin. Həkimlərlə danışdım, dedi ki, bunu aparın həkimə. Həkimə, mən dedim ki, burada qonşumuz var, medsestra. Dedi, problem yox. Tibb bacısı qoşuludur. Bəli, çağırmışam, gəlib onu 5 gün sistem vurdurmuşam ona. Sonra 6 ay içmədi də bu insan. Gül kimi oğlan idi. Yeməyi də pişirirdi, uşaqlarla da oynayırdı, yirdi də, içirdi də, gedirdi də, gəzirdi də, alkoqol vermirdi də. Dost gəlirdi, qovurdum. Dedim, davay da svidaniya, girmə də, yəni içəri, bunu dartma, götürmə. İçmir bu insan. Yeni il qabağı, ucu noyabrda mənə başlayırdı deməli, mən yeni ildə içəcəm. Bu neçənci ildə olub? 2021-də. 2021-də, 2020-ci il, 2021-ci İyunda elə ilə bir kimi. götürmüşəm, iyunun əvvəlində. Noyabrda ucu demişdi ki, yeni ildə mən içəcəm. Deyirəm, içəsən öldürəcəm səni, içməyəsən. Mən o qədər əziyyət çəkmişəm, stres keçirmişəm, sənə baxmışam, əziyyət eləm. Yəni ki, sənəsirdin sudurqadan, mən əsəbdən əsirdim ki, səni sağalım. Yəni bu həmən vaxtı bunun şuurun altında, yəni istəyi var idi alkoqol içməyi. Hələ var idi də. Amma siz imkan vermirdiniz və kontrolda saxlayırdınız ki, yəni bu insan alkoqol istifadə etməsin. Da. Sonra? Özü də, yəni ki, elə çox dedi, içməyəcəm. O yeni il başlayanlar, mən işdə, yoldaşım işdə, indi qaynanam evdə, anam evdə idi. Qardaşım, mənim rəhmətli qardaşımdır. Yeni ildə içdilər, bunlar çaxır, başladılar. Mən gəldim, əsəb keçirtdim, stres keçirtdim, buna danışdım nə qədər, ay Andrey, sənə güclə çıxartmışam o vəziyyətdən, niyə belə elirsən, nə belə elirsən? Deyir, sabah dayanıram, yanvarın 1-i dayanmır, yanvarın 2-si dayanmır, yanvarın 3-ü dayanmır. Yanvarın 5-i demişəm, içmək istəyirsən, götür oradan veşləri, get qalx öz evində, nə qədər ürəyin istəyir, iç. Mən bu sənin vəziyyətini sudurqalı uzatdı, görmək istəmirəm. Çünki çox mən stres keçirmişəm. Bu zamanda bunun sudurqaları ucu var idi, hə? Вот только тогда, когда я скоро çağırmışdım. Ondan sonra 6 ayın ərzində heç bir dəfə də olmayıb. Yəni ki, bu insan içmədi də, o sistem qanı yumuşu, hər şey eləmişi. Yəni ki, kontrolda idi, heç bir şey yox idi. Ondan sonra götürdü veşləri, dedi, gəl mən gedirəm içməyə. O vaxtdan, 21-ci ildən, haradasa, indi 2 il içmir də, patoloqda, 1 il yarım, 2 il içmir. O momentə qədər hər gün spirt içirdi də bu insan. Bəs yaxşı, deməli 2021-ci ildən 2024-cü ilə qədər bu insan rahat içirdi. Burada yaşayırdı və dostlar gəlirdilər, aptek spirt içirdi. Bəli, gətirirdi, gəl vuraq. Bu da içir. 3 il eləyir də. 3 il dayanmadan içib də. Sonra nətər oldu ki, bu 2 il sonra nətər oldu? Sonra bunun bacısı bir dəfə mən ona məsləhət gördüm ki, bunu gəl qoyaq xəstəxanaya. Yenə də kömək istədim eləyim. Onu briqada çağırmışıq bura, apardılar Maçdağada qalıb.
bir ay yoxsa Təcil tibbi yardım çağırmısınız? spesialne briqada vardı onların, Ha, bəli, которые bəli, baxır bəli. bu insanlara. Düzdür, əlbəttə ki. Aysa, onları çağırmışıq, aparmışıq ora. Bir dəfə də orada da olub. Oradan çıxandan Neçə gün orada olub? Bir ay olar. Ya точно vaxtı yadımda deyil, amma bir ay rahat olar. Yəni bir aydan sonra Gəldi yenə içdi də. qayıdıb, yenə təzədən elə həmən günü qaydanda içib, yoxsa neçə Onu müddətdən mən sonra? burada qalmırdım. Prosta bilirdim ki oradadır, bilirdim ki çıxıb. Ondan sonra bilirdim ki təzədən başlayıb. Təzədən başlayıb içməyə Hə, və təzədən bu başladı. zaman demək olar ki, bu tək evdə idi. Tək idi, dostları gəlirdi də. Biri Maksim var idi, biri rəhmətli Andrey var idi, Toja Skameykada. Yəni həmən moment fiziki problemi yenə də yox idi. Yox, ucu var idi. Ucu yavaş-yavaş ayaqları aşağı Tutulurdu. Aşağı düşürdü, deyirdi qalxamıram. 1, 2, 5 dəfə. Ondan sonra evdə oturdu, dostlar gəlirdi, hələ evə gətirirdi. Ondan sonra bu durmayandan sonra vəbşi, ucu yəni ki qapını bağlayırıq, gələnmirlər də. Atası da gedir. Məsəl üçün səhər çıxır işə, axşam gəlir, indi nətər baxa bilirlər, baxırlar da. Çörək verir, yemək verir, amma təkdir yenə, heç kimlə danışmır, heç kimlə eləmir. Ona görə xahiş elədim sizdən, ona kömək eləyə bilərsinizsə, mən çox... Yəni bu yaxın son 2 il bunun vəziyyəti ayaqları ilə belə olanda, yəni 2 il ərzində siz həkim köməyinə müraciət eləməlisiniz. Yox. Çünki bunda axır vaxtlar olmuşdu. Belogorячка nə deyirlər, ne знаю. Yəni sindromu, düzdür, Pahmel sindromu biz deyək, Lori dilində. Bayılın ortasında qaçırdı orada. Ay can, sağ ol səni. Qaçırdı, qorxurdu. Qonşular da deyirdi, ay Marina, gəlmişəm oradan buradan eşidirəm də. Bu deyir, gecə çıxır, qaçır, qışqırırdı burada, bıçaq götürürdü. Mənim dalımca kimsə qaçır, pajarlı gəlir, nə bilim. Belə şeylər var idi. Ondan sonra ucu bu ayaqlar atqaz eləyəndən sonra deyir ki, mənim ayağımda orada nəsə var. Çatlardı. Deyirəm, qardaş, heç nə yoxdur ayağımda. Bir günün içində oldu bu. Yox, çatlar var məndə, dura bilmirəm. Ucu bir ildir gəlirəm də, belə deyim. Yəni bu ayaqları tutulması, çat olmağını bir gün içində olub. Yalan deyərəm də, ya ne знаю. Aha. Ondan sonra? Ondan sonra isə bu vəziyyətdə də bir il. Bir il çox. Bir ildən çox bu belə deyək, açığı deyək ki, bu yataq xəstəsidir. Da. Güc yoxdur, bunda güc yoxdur hal-hazırda. Güc yoxdur çünki bu hərəkətsiz olur. 2 il içində bu yataqda olub, yataqdan heç bir yerə çıxmayan insan əlbəttə ki, o gücsüz olar. Yəni bunun hardan gücü olar? Yəni bu insan belə də yəni ki, yemək normasında hal-hazırda yemək yeyir. Yoxsa bunun həm də iştah yoxdur. Yəni mən elə fikirləşirəm ki... Андрюша, ты сейчас, когда кушаешь, нормально кушаешь? Аппетитом кушаешь или нет? Вот это скажи. Нормально кушаю, просто еды мало бывает. Еды мало бывает, да. Вообще не bывает. Mən istəyirəm ki, yəni indi hal-hazırda sizin tərəfindən də və Andrey tərəfindən açıq bu situasiyanı biz aydınlıq gətirək ki, bu insan indi hal-hazırda gəzə bilmir və bu normal bir qidalanmır. Fakt olaraq siz buna razı qalarsınız. Bəli. İndi hal-hazırda və bundan qabaq 2 il ərzində bu insan nə həkim müalicəsini keçib və bu otaqda, bu yataqdan durmayıb. Durub, aşağıdaydı, oradan gətiriblər burada, yəni. Gətiriblər və uzandırıblar. Və bunun yanına nə dostlar gəlir, indi hal-hazırda. Demək olar ki, bu insan həyatında tək tənha qalıb və vəziyyətdən çıxa bilməyəcək özü də. Qapanma əməli gəlib, mən görürəm. Hal-hazırda xəstə fikirlər, qorxu var və bir dəqiqə mən sizdən bir şey də soruşmaq istəyirəm ki, nə vaxtdan bu gəlib və nəyə əsasən bu insan deyir ki, yəni hansı bir tərəfindən cadu olunub ona? Mən belə deyim də, bu tək olmağına görə, yəni ki, tək adam nə görə fikirləşəcək onu, bunu, onda içində qorxu yaranıb deyə mən belə başa düşürəm. O qorxudan o belə fantaziya demirəm.
Yəni qorxudan deyir də, yəni mən belə başa düşürəm. Yəni kimdir gələsidir buna məsəl üçün cada eləsədir? Nəyə görə? Kimə pislik eləyib? Heç kimə pislik eləmir. Özündən başqa heç kimə pislik eləmir. Ну, как кто? Ha. Кто, например, можешь сказать, Андрюш? Кого ты вот думаешь? Yəni mən istəyirəm ki, bizim verilişimizdə hər şey aydın, açıq olsun Çəkə bilərəm. və insan indi hal-hazırda onun fikrincə həstə fikri ola bilər. Bu insan deyir ki, doğrudan da bunun düşmənləri var. Mən istəyirəm ki, Andrey bəlkə deyə bilər ki, Onun düşməni Araq idi. var mı sənin düşmənlərin? Başqa düşməni yoxdur. Есть у тебя враги? Кто они? Andrey, sənin deyirsən ki, əvvəl düşmənlərin çox idi. Hansı ki, sənə pislik arzulayırdılar. Mənə cavab ver. Bu insanlar hansı sənə pislik istəyirdilər? Bu insanlar yanındakı qohumlardandır, yaxın adamlardandır. Yoxsa dostlarından, tanışlardan? Единственный bir suala cavab ver. Özündə güc tap. Подождите, я сосредоточусь. Не торопись, тələsmə. Кто, по твоему мнению, Кто мог повлиял на тебя так тебе желать зла? Этиловый спирт, аптечный. Etilovый spirt. Yəni gördüyünüz kimi insan deyir ki, ən böyük mənim düşmənim və mən belə qərara gəlirəm ki, onun cadu eləyənin ilk olaraq etil spirtidir, hansı ki aptekdə satılır və bütün günahkar indiki vəziyyətini etil spirtidir. Yəni Lori dildə aptekdə satılan, hər aptekdə satılan spirtdir, gigiyenlik vasitədir. Hansı ki rəsmi olaraq təsdiqlənib və rəsmi olaraq deyilib ki, bunu yəni içmək olmaz, daxili istifadə etmək olmaz. Mən xahiş edirəm insanlardan imkan olan qədər mənə köməkləyin. Pul vasitəsilə zəhmət olmasın. Yəni mən də öz adımdan demək istəyirəm ki, Allah köməyin olsun. hörmətli izləyicilər, hörmətli vətəndaşlar, indi hal-hazırda bu insana mən doğrudan da çox istəyirəm ki, bu insan ayağa dursun və normal, sağlam həyat yaşasın. Bilirəm ki, bizim millətimizdə və bizim ölkəmizdə elə insanlar var, inanıram ona. Və öz adımdan da xahiş eləmək istəyirəm ki, gəlin bir kömək eləyək bu insana. Qoymayaq ki, bu insan belə yaşasın. Çünki hər bir insan normal həyata yaşamağa layiqdir.